Ama kimi mən də həmişə ziyarətgahlarda olmağı sevmişəm, istəmişəm. Bugün də həmin ruh mənim bədənimdə var. Bütün ziyarətgahlara gedəndə bir arzum olub ki, doğma vətənimiz azad olsun, doğma yurt yuvamıza qayıdaq. Hamı kimi mənim də arzum bu olub. Hətta məndən bir ziyarət ruhlu müqəddəs insan kitabı da çap olunub. O da ondan əlaqəlidir ki, mənim elə ziyarət aşığı kimi qələmə veriblər. O müxbir fikri idi. Amma mənim özümün daxili fikrim bu olub ki, həmişə ziyarətgahlarda olmaq arzusunda olmuşam. Və o arzu ilə də bugün də buradayam. Bura bir neçə dəfə gəlmişəm. Bugün də həmin arzunun davamı olaraq gəlmişəm. Bu ziyarətgaha da müqəddəs ziyarətgahlar kimi qəbul edirəm. Onların davamı qəbul edirəm. Əvvəldən mənim qəlbimdə belədir. Bugün də belədir. Sabah da indi qismət olar, yenə gələrəm. O ilahinin qismətidir. Qismət verən versin. Hamı kimi mənim də arzum ancaq vətən həsrətidir, vətən yönüdür. Bu arzuya qovuşmaq arzusunda olmuşam. Bugün də o arzu ilə yaşayıram. Bir sıra ziyarətgahlarda olmuşam mən. Bugün də həmin arzu ilə yaşayıram. Və bizim doğma vətənimiz Qubadlıda da bir sıra ziyarətgahlar var. O ziyarətgahları görmək arzusuyla, bir daha ziyarət etmək ümidi ilə yaşayıram. O ziyarətgahlarda qurbanlar kəsmək arzusundayam. Bu ziyarətgahlar Şirinbulaq dediyimiz yer vardı, bir sıra pirlərimiz var, müqəddəs yerlərimiz çoxdur. O ziyarətgahları bir də görmək arzusuyla yaşayıram. İlahi qismət eləsin, o gün olsun ki, həmin ziyarətgahları ziyarət edim və orada qurbanlar kəsim. Mən yalnız bu arzu ilə yaşayıram. Dünyada nə qədər möcüzələr var. Dünyada nə qədər möcüzələr var. Ən dərin zəkasını tapanmır açar. Sirli aləm ondan şəfəqlər saçar. Mən onun sirrinin divanəsiyəm. İlahi eşkinin pərvanəsiyəm. Təpə var çox dağdan doğma, əzizdir. Eşq var gölməçə, eşq var dənizdir. Doğma vətənimsə əsrarəngizdir. Doğma vətənimin doğma səsiyəm. İlahi eşqinin pərvanəsi. Çox təəssüf ki, Qubadlı işğal olunandan bu günə kimi mən ömrümün elə bir ki, 50 ilini itirmişəm. Vətəndən şirin heç nə, vətəndən əziz heç nə ola bilməz. Rəhmətli Səməd Vurğunun bir sözü var, deyir ki, sərin bahar nəsimi tək udur vətən havasını, kim dəyişər yer üzünə öz yurdunu yuvasını? Mənim də yurt yuvam, yer üzünə dəyişməməli bir yurt yuvu idi. Çox təəssüf ki, yağı tapdağındadır. Bugün elə əlim hiç satmır. Ancaq onu yuxularımda görürəm. Və şeirlərimdə, niskilli şeirlərdə əks elətdirirəm. Qubadlı elə bir dilbər gülüşü idi ki, Həkəri Bərgüşət oraya elə bir gözəllik verirdi ki, dünyada elə bir çaylar yox idi ki, o çayların əvəzini verə. Gəlirdi bizim öz kəndimizdə Həkəri Bərgüşət birləşirdi. Bugün həmin yurt yuvasız qalan adamın necə olar halı? Yurt mənə qiblə idi, həm də pir idi. Zildə ötən könlüm bəmdə kiridi. Sevinç bir olanda qəm də bir idi. Olubdu dərdlərim 100, indi dağlar. Özündə uşaqlığıma sevinçli kədərli günlərimi, ana nəvazişini, anamın səsini. Mirhəsən Hadi mənim yaxşı tanıdığım insanlardandır.
Allah Teala ona her şeyi bol bol verib. Bir şəxsiyyət kimi hər tərəfli inkişaf etmiş bir Həsən Hadi, istər hüquqşünas kimi, istər şair kimi, istər dinin və muğamların biricisi kimi hamımızın sevimlisidir. Mən Mir Həsən Hadini hələ torpaqlarımız, rayonumuz işğal olunmamışdan tanıyırdım. Orada da ona gözəl münasibətimiz vardı. Sonradan burada elə vəziyyət elə yarandı ki, mən onun 2 kitabının redaktoru oldum. Və redaktoru olduğum müddətdə Mir Həsən Hadinin şeirlərini oxumalı oldum. Əvvəllər bir neçə şeirini oxuyardım. Bu dəfə yəni bütün külliyatını oxumalı oldum. Və onun nə qədər gözəl bir insan olduğunu, necə gözəl bir şair olduğunu dərk elədim. Mir Həsən Hadi mizan tərəzi kimi dərdinin, qəminin ölçüsünü göstərmək üçün sözü seçibdir. Və haqlı olaraq bunu seçir. Mir Həsən Hadi həyatı boyu keşməkeşlər içərisində yaşayıb, çətinliklər içərisində yaşayıb. Amma o bunların heç birini öz yaradıcılığında göstərmir. Yəni yaradıcılığında Mir Həsən Hadi nişbindir. İtirilmiş torpaqlarımızın ağrısı, yurt həsrəti Mir Həsən Hadinin sağalmayan yarasıdır. Şeirlərin birində o bu ürək ağrısıyla bu fikrini belə deyir. Ağ saçımı görən deyər, belə bax, köksüm altda sızıldayan telə bax, ürəyimdən axıb gedən selə bax, ağlamağa gözüm yoxdur, neyniyim? Eləcə də Mir Həsən Hadinin digər şeirlərində də, başqa şeirlərində də bu ovqat özünü göstərir. Onun Dədəm Qorquda Salam adlı poeması başdan ayağa ağrılarla yüklənmiş, bütün misralar ağrı ilə yüklənmişdir. Mir Həsən Hadi haqqında çox danışmaq olar. Mən ona can sağlığı, xoşbəxtlik arzulayam. Hacıya yeni uğurlar arzulayıram. Qürbətdə köç salmazdım mən, qəm sazını çalmazdım mən, yurtdan ayrı qalmazdım mən, dərd qəsdimə durdu, gəldim. Gözündə ləl çək dedilər, həsrətdir, gəl çək dedilər, gəl yurtdan əl çək dedilər, tənha qoydum yurdu, gəldim.